Deməli, maşını mütləq yoxlatdırmaq lazımdır. Biz hər sahədə mütəxəssis ola bilmərik. Məsəl üçün, mən özüm təhlükəsizlik üzrə mütəxəssisəm. Amma tələbələrim hansı ki maşın almaq istəyirlər, mən özüm diaqnoz qoymuram. Çünki mən o sahədə lap belə başım çıxmır, belə yüngülvari. Amma onları mən yönəldirəm bizim ustaya, hansı ki o maşına elə bir ki, həndirsə alırlar, yoxsa almırlar. Söhbət ondan gedir ki, maşını mütləq yoxlatdırmaq lazımdır. Bəzi insanlar qonşudan, qohumdan maşın alanda maşını yoxlatdırmağa Ceyhun utanırlar. Utanırlar ki, əşi nə deyər? Utanmayın. Bilirsiniz nə olacaq? Alacaqsınız. Tutaq ki, maşının blokunda çat var və yavaş-yavaş axır. Aləm qarışıb bir-birinə. Siz o adama deyəcəksiniz, o qohuma, o dosta, qonşuya, qardaş, axı blokda çat var. Deyəcək, o canım üçün, sənin canın üçün, özümün canı, balalarımın canı üçün mənim də xəbərim olmuyor. Məndən əvvəlkində bəlkə olub. Neyini mən xəbərim olmuyor. Yəni, bizim belə şeylərə rast gəlməmək üçün bir dənə də şey var. Nə badə satanın ustasına gedəsiniz. Nə badə satanın... Yəni, satanın deyəndə onun məsləhət verdiyi ustaya. Bəli, onu nə badə satanın məsləhət verdiyi ustanın yanına gedəsiniz. Çünki nə ola bilər? Ola bilər ki, o maşın onu elə bezdirib ki, ustaya deyər ki, qurban olum, sənin hörməti verəyəcəm. Sən Allah köməklə başdan eləyə bu maşını. Ona görə siz öz ustanıza, xüsusilə bu qadınlara aiddir. Qadınları anlatmaq çox asandır. Çünki onlar fakt ondan ibarətli kişilər hər sahədə bəzən qadınları aldadırlar, o cümlədən maşını onlara. Qadındırsa, qardaşınız var, qohumunuz var, dostunuz var. Deyin, mənə bir dənə yaxşı usta məsləhət gör. Yəni, qadını anlatmaq asandır. Ona görə, hörmətli qadınlar, çox ehtiyatlı olun. Maşını mütləq yoxlatdırın, ondan sonra alın. Nəyə fikir vermək lazımdır? Deməli, xüsusilə qadınlar maşın qırmızıdır da, qəşəkdir də. Deyir, alıram, qıpqırmızıdır. Vizuallığa yəni fikir verir. Yox, söhbət ondan gedir ki, hərdən maşını satmamışdan qabaq elə cilalıyırlar ki, elə rəhliyirlər ki. Deməli, və onu sürmürlər ha. Niyə? Çünki o qədər şpaklovkası var ki, sürsələr o şpaklovkalar da alacaq. Və maşını satdığa qoyurlar, tərpənmədən. Sən gəlirsən, qırmızı maşın, ay Allah, mən bunu alıram. Ondan sonra, alandan sonra, bir həftədən sonra sağ tərəfdən şpaklovka tökülür. Bir aydan sonra maşının çürüyü çıxır. Ona görə aldanmayın. Gözəlliyə, həmişə deyirlər, insanda da gözəlliyə aldanmayın. Onun qarpız kimi bir şeydir. Ceyhun, maşın qarpız kimi bir şeydir. Qırmızı çıxacaq, yaxşı çıxacaq. Bunu bilmək lazımdır.